Baxın, kəlam nə qədər gözəl bir sözlər deyir. Deyir, salihli qurbanlarına kəsin, Rəbbə güvənin. Salihli qurbanları nədir? Yəni ki, yalandan, böhtandan, pislikdən, qaranlıqdan uzaq gəzməkdir. Salihliyə biz artıq büründük. Çünki biz artıq İsa Məsih bizdə və biz İsa Məsih və bunun üçün də biz artıq salihik. Bəzən biz yıxılırıq, çamura batırıq, palçığa batırıq, amma biz o palçıqdan kənara çəkilərək Rəbdən üzr istədikdə biz yenidən o salihliyə bürünürük. O salihlik bizdən götürülməzdir. Çünki biz İsa Məsih özümüzə Rəbb olaraq seçdik. Və görürsüz, deyir, salihlik qurbanlarını kəsin. Sizə verilən təlimə, sizə verilən tərbiyəyə bürünün İsa Məsih tərəfindən. Deyir, Rəbbə güvənin. Yəni ki, qorxmayın. Pis bir şeylər bizim qarşımıza çıxa bilər. Amma o pislik heç vaxt bizə qalib gələ bilməz. Çoxları deyir, kim bizə yaxşılıq edəcək? Ya Rəbb, üzünün nurunu üstümüzə sal. Biz bəzən həqiqətən də yaxşılıqları insanlardan gözləyirik və insanlardan bu yaxşılığı əldə etmədikdə biz küsürük. Hər kəsdən küsürük, Rəbdən də küsürük, insanlardan da küsürük, özümüzdən də küsürük. Amma biz hər bir yaxşılığı, hər bir gözəlliyi biz Rəbdən gözləməliyik. Biz Rəbbə güvənməliyik. Yəni ki, Rəbbin ətəyindən yapışmalıyıq. Və ona görə də həqiqətən də elədiyiniz hər bir şeyi qəlbinin içinizdən gəlirsə, bunu eləyin. Yox, bu qəlbinizdən gəlmirsə, bunu kiminsə üçün və yaxud özünüzü məcbur elətdirərək eləmək lazım deyil. Ya Rəbb, üzünün nurunu üstümüzə sal. Qoy biz elədiyimiz hər bir şeyi sənin üçün çalışaq. Qoy biz elədiyimiz hər bir şeyi məhz sənə görə. Kəlamın bir yerində deyir ki, elədiyiniz hər bir şeyi Rəbb üçün elədiyi kimi eləyin. Yəni ki, insanlar üçün elədiyin kimi deyil, əvəzini gözləm. Rəbb üçün elədiyin kimi elə. Elə və yadından çıxart. Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox mənim qəlbimə sevinc verdin. Biz bilirik ki, bu dünyada olan bir şeylər müvəqqətidir. Yeni bir paltar alırıq, sevinirik. 2 gün, 3 gün, 3 gündən sonra o paltar moddan düşür. Bir başqa paltar gözünə məsələn, qabağına rast gəlir və sən o paltarı istəyirsən və başlayırsan o paltar üçün özündə nəsə bir xəyallar qurmağa, elə deyilmi? Yəni ki, bu dünyada hər bir şey müvəqqətidir. Əbədi olan bir dənə Rəbbdir və deyir, mənim qəlbimə sevinc verdin. Çünki sən mənim həyatımda varsan. Sən elə bir böyük varlıqsan ki, sən elə bir böyük gözəlliksən ki, sən elə bir böyük məhəbbətsən ki, bu dünyada olan bu müvəqqəti şeylər heç nə səni əvəz edə bilməz. Arxayın yatıb yuxuya gedirəm. Çünki yalnız sən, ya Rəbbim, məni əminamanlıqda yaşadırsan. Baxın, bu Rəbbə olan güvəndən danışır. Necə ki, Davud Rəbbə o qədər güvənirdi ki, o qədər o Rəbbə bağlı idi ki, onun ürəyi, onun nəfəsi Rəblə bağlı idi və o deyir ki, mənim sevincimi heç nə bu dünyada ala bilməz. Biz bilirik ki, Davud həm pis günü də görüb, həm yaxşı günü də görüb. O padşah idi və onun var dövləti də çox idi. Yoxsulluq vaxtı da var idi. Amma heç nəyə baxmayaraq, nə yoxsulluq vaxtı, nə də varlı şan şöhrət vaxtında o Rəbbi bunun heç nəyə satmadı. O hər zaman, hər bir addımında Rəbbə güvəndi, Rəbdən istədi, Rəbbə qaçdı. Süfrəsinin başında hər zaman Rəbbi otuzdurdu və buna görə də deyir, çünki yalnız sən, ya Rəbbim, məndə varsan və mənə əminamanlıq verə biləcək bircə kəs varsa, o da sənsən, ya Rəbbim. İnsan mənə əminamanlıq verə bilməz. Var dövlət mənə əminamanlıq verə bilməz. Şan şöhrət mənə əminamanlıq verə bilməz. Mənim evladım mənə əminamanlıq verə bilməz. Mənim işim mənə əminamanlıq verə bilməz. Mənə əminamanlıq verə biləcək yeganə Rəbb İsa Məsihdir. Rəbdən yapışın. Qoy
Hər saniyəniz Rəblə bağlı olsun. Hər bir davranışınız Rəblə bağlı olsun. Baxışınız Rəblə bağlı olsun. Qoy sizin ürəyinizin iniltisi Rəblə bağlı olsun. Qoy sizin hər bir arzu, istəyiniz Rəblə bağlı olsun. İnanın, Rəblə həyatınızı bağladıqda, onunla, kəlamın bir yerində var, deyir, 3 yerə bağlanan ip heç vaxtı qırılmaz. Baxın, o cürünə Rəbbə bağlanın ki, bu dünyanın heç nəyi sizə qıra bilməsin. Heç nəyi sizi həvəsdən sala bilməsin. Heç nəyi, bu dünyanın heç nəyi sizi kölgəyə sala bilməsin. Hər zaman sevinin, sevinin. Bir daha deyirəm, sevinin. Çünki bizim həyatımızda Rəbb İsa Məsih vardır. Çünki Rəbb öz qucağını açdı və bizi öz qucağına qəbul elədi. Öz səltənətinə qəbul elədi. Məhəbbəti ilə bürüdü bizi. Öz qanı bahasına bizi aldı. Biz o qədər bir baha qiymətə alınmışıq ki, biz o qədər onun üçün dəyərliyik ki, biz o qədər onun üçün dəyərliyik. Heç vaxt özünüzü palçığa tapdalayaraq salmayın. O dəyərliyinizi qoruyun. Rəbdə olan dəyərliyinizi qoruyun. Rəbdə olan gözəlliyinizi qoruyun. Rəbdə olan sevincinizi qoruyun. Rəbdə olan o möhtəşəmliyinizi qoruyun. Çünki siz Rəbb üçün çox dəyərlisiniz. Belə bir şeylə paylaşmaq istəyərdim. Bəlkə mən bunu düzgün ifadə eləməyəcəm, bilmirəm. Baxın, biz ocaq qaladıqda, o ocaq özü özündən yaranmır, elə deyilmi? O ocaq qalamaq üçün biz taxtadır, nə bilim, quru budaqlardır, biz o ocağa atırıq ki, o ocaq hər zaman yanılı olaraq qalsın və bizə istilik versin, elə deyilmi? Və yaxud bir rayon yerlərində, məsələn, peşlərin içinə hər zaman biz taxta atırıq ki, yəni ki, o ocaq sönməsin deyən və evdə isti olsun və yaxud yemək pişirmək üçün. Baxın, bizim içimizdə olan o məhəbbət də eynidir. Əgər biz, baxın, o ocağı artıq İsa Məsih bizim içimizdə qalıyıb, amma o ocağın daim yanmağı bizdən asılıdır. Biz o ocağın içinə o taxtaları atırıqmı? Biz o ocağın üzərinə saman atırıqmı? O ocaq hər zaman yanılı qalsın deyənə. O bizdən asılıdır. Baxın, həqiqətdə bu belədir. Bu fiziki həyatda da belədir. Adicə ocağı bir yarım saat, 1 saat, yəni ki, baxımsız qoysan, o ocaq o saat sönür. Başlayır ancaq tüstüsü qalxmağa. Amma özü artıq yanmır, alovu yoxdur. Eynən də biz bu dünyanın işinə qarışıb, Rəbbi yadından çıxartdığımız zaman, inanın, içimizdə yavaş-yavaş o ocağın sönməsinə başlayır və axırda ancaq tüstüsü çıxır. Biz bilirik ki, işte İsa Məsih var, İsa Məsih Rəbdir, ancaq tüstü və o tüstü heç kimə istilik vermir. O tüstü heç kəsə xeyir vermir, ziyan verməkdən başqa. Eynən də biz sadəcə bir tüstü olaraq dillə deyirik. Biz İsa Məsihi tanıyırıq, biz İsa Məsihə aidıq, amma bizim həyatımız artıq heç kəsə xeyir gətirmir. Yəni ki, mən bunu məcazi mənada deyirəm də, yəni ki, həqiqətən də bu belədir. Amma bizim içimizdə Rəbbin ocağı hər zaman yandığı zaman, o müqəddəs ruhun ocağı hər zaman yandığı zaman, bizim ətrafımızda olan hər kəs o istilikdən, o ocaqdan bəhrələnə bilər, istilənə bilər. Ona görə də daim həqiqətən də Rəbdən yapışın, daim dualarda qalın, daim kəlam oxumağa çalışın. Mütləq deyil siz saatlarla, məsələn, kəlam oxuyasınız, saatlarla dua eləyəsiniz. Baxın, 5 dəqiqə, 10 dəqiqə, hər 1 saatdan bir, hər 2 saatdan bir, 5 dəqiqə məncə Rəbbə vaxt ayırmaq o qədər də çətin deyil. Əgər biz özümüzü buna öyrəşdirsək, inanın, bu sizin vərdiş alınacaq və siz inanın, Rəbsiz bir şey eləyə bilməyəcəksiniz. Ən birincisi düşüncəmiz yenilənsin. Ən birincisi ürəyimiz köhnə şeyləri atsın arxaya.
Misri atsın içimizdən və o yeniliyə daxil olaraq, o yenilikdə bərpa olunaraq, yenilikdə böyüyə bilək İsa Məsihin diri adı ilə. Qoy bizim nəslimiz Rəbdə böyüsün. Qoy bizim nəslimiz Rəbbin ruhunda böyüsün. Qoy bizdən sonra gələn nəsillər Rəbbin ətəyindən bizdən daha möhkəm yapışsınlar. Bizdən daha güclü yapışsınlar. Qoy Rəbblə nəfəs alsınlar. Çünki bizim əsas məqsədimiz odur ki, biz bildiklərimizi ötürə bilək. Biz içimizdə olanı ötürə bilək ki, qoy bizdən sonra gələn nəsillərdə cəhənnəm oduna düçar olmasınlar. Bizdən sonra gələn nəsillərdə iblisin köləliyinə düşməsinlər. Qoy onlar da Rəbbin azad həyatında yaşasınlar. Rəbbin məhəbbətinə bürünərək onun ruhunda bərqərar olsunlar İsa Məsihin diri adı ilə. Görün, kəlam deyir ki, biz bir zamanlar zülmət idik. İçimiz zülmətlə dolu idi. Həqiqətən də biz bu dünya kimi hərəkət edirdik və bu dünyanın arxasıca gedirdik. Bu dünya bizə bir örnək idi. Bu dünya bizə bir ana idi, belə deyək. Tərbiyə verən, hər kəsdən tərbiyə alırdıq. Gördüyümüzü elə bil ki, qaytarırdıq. Eşitdiyimizi qaytarırdıq. Biz də zülmət idik. Biz də paxıllıq eləyirdik. Biz də nəyəsə daha çox istəyirdik. Biz də məsələn, bəlkə bilmədən kimisə incidirik, bəlkə bilə-bilə incidirdik. Amma indi isə Rəbdə nursunuz. Niyə? Çünki Rəbb o bakirliyini bizə verdi. Rəbb o ağ geyimlərini üzərimizə geyindirdi və o bizi özünə bərabər elədi. Yəni ki, o salihlik libasını bizə geyindirdi. Artıq biz nuruq. Biz ətrafımızda olan hər kəs üçün nur olmalıyıq. Ona görə də nur övladları kimi həyat sürün. Nur övladları neyə bilər? İşıq saça bilər, yol göstərə bilər, məhəbbət göstərə bilər. O məhəbbətin ətrini hər kəsə qoxutdura bilər. Baxın, bizim həqiqətən də işimiz bundan ibarətdir. Deyir, nur evladları kimi həyat sürün. Biz bilirik ki, işıq olan yerdə hər zaman hərəkət vardır, hər zaman, yəni ki, biz işıqlıqda bir şeylər eləyə bilirik. Qaranlıqda biz elə bil ki, susqunlaşıb otururuq. Gözləyirik ki, nə vaxt işıq gələcək. Baxın, Rəbb də deyir ki, siz işıqsınız və sizin işığınızda hər şey hərəkətə gəlməlidir. Həqiqətən də bu belədir. Biz bunun üçün seçildik ki, bizim işığımızda, bizim içimizdə olan o Rəbbin nurunda hər kəs hərəkətə gəlsin. Rəbbin cuşuna gəlsin, Rəbbin məhəbbətinə gəlsin. Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salihlikdə və həqiqətdə görülür. Hər insan bəhrəsinə görə tanınır. Həqiqətən bu belədir. Bilirsiniz, yaşa dolduqca bu kəlamlar sənin üçün sadəcə bir kəlam olmur. Həqiqətən də bu kəlamlar bir yaşam tərzi olur, bir işıq olur, bir nur olur və sən başa düşürsən ki, bu kəlamların nə qədər gücü və qüdrəti vardır. Bu kəlamların bizim həyatımızda nə qədər bəhrəsi vardır. Çünki həqiqətdə hər insan öz bəhrəsinə görə bilinər. Bir çoxları mənəm deyə bilər. Bir çoxları mən filan şey elədim, mən bəhmən şey elədim, mən beləyəm, mən ürəyi təmizəm, mən çox adam tanıyıram. Yəni ki, mənim ürəyim təmizdir onsuz da. Amma onun bəhrəsi, onun ürəyin təmizliyindən heç də danışmır. O insanın bəhrələri o qədər mındardır, o qədər iyrəncdir. Göz görə o bu hərəkətləri eləyir, amma özünü yenə də tərifləməkdən də geri qalmır. Yəni ki, insan həqiqətən bəhrəsinə görə bilinəcəkdir. Elədiyi bəhrələrinə görə hər kəs onu tanıyacaqdır. O kimin evladıdır? Nur evladıdırmı? Yoxsa hələ də qaranlıqda qalıb? Deyir, Rəbbi razı salan şeyləri ayırd edin. Özünüz üçün ayırd edin. Rəbb bunu sizin üçün ayırd eləməyəcək. Rəbb artıq hər bir sözünün arxasında nöqtəsini qoyubdur. Biz özümüz üçün ayırd eləməliyik. Nəyin yaxşı, nəyin pis olduğunu, nəyin Rəbbin xoşuna gəldiyi, nəyin Rəbbin xoşuna gəlmədiyi.
kəlamla hərəkət elədiyimi və yaxud da kəlamsız hərəkət elədiyimi artıq mən öz həyatımda ayırd eləməliyəm. Qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. Görürsünüzmü? Deyir, şərik olmayın. Çünki siz də o qaranlığa qərq olunacaqsınız. O qaranlıq elə bilməyin, mən kiməsə görə, dostluğa görə, kimisə xətrinə dəyməyim deyənə və yaxud da söz söhbət olmasın deyənə mən onun yalanına hə dedim. Amma siz başa düşmürsünüz ki, bunun arxasında nələr dayanır. Siz o qaranlığa şərik olduğunuz zaman o qaranlıq sizdən yan keçməyəcək. O qaranlıq sizin həyatınıza da bir izlərini mütləq ki qoyacaqdır. Çünki biz bilirik ki, iblis bu dünyaya niyə gəldi? Aldatmaq, öldürmək, məhv eləmək üçün. Və hər şey yalandan başlayır. Əgər sən o yalana şərik qoşulursansa, deməli onun bəhrələri sənin həyatında az da olsa, amma mütləq ki görsənəcəkdir. Qaçın Rəbbin qarşısına, tövbə eləyin, Rəbbin nuruna bürünün, Rəbbin izzətinə bürünün ki, o toxumlar sizin həyatınızda bəhrə verməsin deyənə. Həqiqətən də biz bəxtəvərlərdənik, çünki biz Rəbbi tanıyırıq. Günü-gündən Rəbbə oxşayaq, onun ürəyinə oxşayaq, onun xislətinə oxşayaq. Çünki o bizi yaratdı və o bizi özü surətində yaratdı. Qoy biz də yaşa dolduqca, ilbəil, aybaay, günbəgün biz həqiqətən də onun surətinin kopyası olaq. Həm fiziki cəhətdən, həm mənəvi cəhətdən, həm ruhani cəhətdən. Amin, amin, amin.